Dünya. Siz niye çalmırsınız? Yaxşı iş görmədi bu Molla cəmaatı. Heç yaxşı iş görmədi. Nəbi də yaxşı iş görmədi ay Mirsə. Ayaqladı elin aləti. Qız qaçıran oğlan gərək əvvəlcə gedib qızın atası ilə barışaydı. Sonra törəliydi. Nabirin buğları eşmə eşmədir. Papağı güllədə dəşmə dəşmədir. Ay balam dəşmədir. Nabirin atını. Salam. Salam. He, Nədir? ayağın niye yalındı? Sənə nə borc? Bəs sana çarıq vermediler. Nə çarıq, nə çarıq? Deyirəm ki, sana çarıq vermediler. Yetimcə adam ki, mənə çarıq versinlər. Vəli köpək oğlu. Bura bax, ağzını təmiz saxla. Ha. Səndən döyürəm qağa. Burada məndən savaydı adam var. Yaxşı, get. Get işinə. Ay qaçaq Nabil Hacari özündən. Ay qaçaq Nabi. Ay balam. Ay qaçaq Nabi. Ay atan balası. Nədir? Oo. Bilmirsən qaçaq nəbini harda görə bilirlər. Sən də adam tapdın da soruşmağa. Ay, sənin heç dünyadan xəbərin yoxdur ki. Qaçaq nəbini deyirəm, ay, elin igid oğlunu. Elin iki oğlu özünə toyur edir, gələn də olma. Ay, gəl bir otur görüm. Gəl bura görüm ha. İsmimi də bilmirəm. Neyinirsən ismini? Sənə elə söz deyərdim. Dəymişin bura kalın tökülər. Necə yəni gələn olmadı? Bizim cəmaat onun yolunda canından keçər. Adamlar həftələrlə yol gəlir ki, nədir onun üzün görsün. Bu zamanada ondan səxavətli, ondan ədalətli adam var yəni. Ho! Oho! Ho! Özü də deyir, Koroğlunun nəvəsidir, nəvəsi. Belə qadasın alım onu. Dünyadan bir xəbər qafil insan. Eşitməmisən ki, İgid nəbi Koroğludan yamandır. Bəylər xanlar deyir, Allah amandır. Bir də belə rəvayət edirlər ki, Qoç Koroğlu bir oturuma qoyunun bir şaqqasını yeyərmiş. Amma bu qadasını aldığı bir göngəni hoppadan ötürür. Göncanı yox aydadır. Öküzü. Ay bərəkət, öküzü. Doğrudan. Öküzü ya. Ay ay. Sen deme. Əcdaymış gitsin bu nəbi. Əcdaha dedin qoydun ay pir olmuş. Şirsü də mi baxıb qadasını aldığı? Körpə vaxtı itirirlər bunu. Atası rəhmətli alı kişi axtarır, gedir axırda meşədə tapır bunu. Görür bir natara şir, əmizdirir uşağı.
İncəvara şer də rəhimli olur, alı kişini görən kimi uşağı qoyub çıxıb gedir. Yox ha? Hələ bu harasıdır? Deyirlər Nəbinin 2 ürəyi, 4 böyrəyi var. Neye gülürsen ha? Sen öylesin şallağıyla çekerim küreğin soldurar. Sen de hırıldama! Ha? Ho! Ho! Yaxşı əmican. Xeyir ola Nəbinin yanına belə getməkdə. Xeyirdi inşallah. İndi senden ne gizledim ayol? Bizim de bir günümüz güzeranımız yoktu. Yaz əkinçiyik, kış dilənçi. Erbablarla od yandırırlar küreğimizde. Bu çalışda dinç durmayıp əzişdirib erbabı. Daha obada qala bilməz. Getirmişəm tapşırım Nəbi qadasını aldırma. Tüfəng atabilirsən? Ho! 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 Tüfengi gizle de, avara oğlu avara. Ha, bu de, gel indi ver cevaplarını. Bu da senin xeyrin. Ha. Güllatan kimiydi kişi? Ne bileyim vallahi, diyesen ses o yandan geldi. Hardan gelip hara gedirsiniz? Dəyirmandan, hardan gələcək? Dermandan? Özünüz haralısınız? Aran adamı, başına dönüm, aran adamı. Tüfekli adam görmediniz. O qədər. Hər kolun dibində bir əli tüfəngli var, nə bilim hansını deyirsən. Çal papaq, elinde aynalı bığı burma. Ha, yox, başına dönüm, eləsin görməmiş. Uzağa gidebilmez, ardımca, ha! Ha! Sen de görmemişsin. Ayşe. Şalmanı kaldır görün. O ne bildi? Dermana hateleyin. Buna bak. Bu dəfə də qaçsa, gubernatora özün cavab verəcəksən. Oldu. Köxa! Bəli. Ged o dəyirman şəbləhi yerin deşiyindən də olsa tap gətir bura, tez ol. Baş. Atma. O sana bir pisliği eləyib. Yox. Əblək qoca, əlmir olmuşsunuz, daldalayırsınız Nəbini, Sibirə göndərəcəm hamımızı. Sən öləsən, səninsə bığlarımı qırxacağım. Mən... Səlim bəy, naçalnik, gətirdim dəyirmançını. Salam bəy. Əşi, ağsaqqal kişisən, dünya görübsən. Ged onu başa sal ki, tüvəngi atsın yerə. Ateş saxlayın. Oldu. Ged. Ateş saklayın. Ged onu başa sal. Gedim də. Ateş saklayın.
Salda kişi. Allah haqqı bəy. Bunlardan başqa heç bir şey yoxdur. Sarsaq danışma. Yaxşı bax. Başın haqqı Səlim bəy. Şəhərdə heç kəs yoxdur. Mənə inanmırsan, Koxanı göndər gəlib baxsın. Duy! Allah sen sağ. Hey Selim Bey! Cemaatı incitme. Kişi sen gel Salvatlı yaylağına. Gözleyeceğim seni.